Bir dinləyicimiz belə bir sual soruşur. Deyir ki, əgər məhkəmə tərəfindən boşanma olmasa aliment ödəməliyəmmi? Yəni, məhkəmə tərəfindən boşanma olmayıb, amma aliment məsələsi var. Ortada yəqin ki, bir uşaq var filan. Bu prosesi olmadan da ödənilməlidirmi? Ümumiyyətlə, indi bundan sonra da bir neçə suallar səslənəcək. Mən ümumiyyətlə onun tərəfdarıyam ki, belə insan... Çünki bu barədə o qədər illərdir danışan vəkillər olsun, hüquqşünaslar olsun, çoxdur. Amma əksər həmkarlarım çalışır ki, bunu bu məcəllə dilində, kitab dilində danışsın deyə. Ona görə də bu suallar hələ də təkrarlanır. Təbii. Başa düşülən dildə heç kim danışmır. Danışmaq istəmir. Biz danışaq. Biz danışaq. Belə deyim də, ümumiyyətlə aliment, yəni uşağın saxlanmasına görə ödənilir. Qanunvericilikdə də belə bir məqam nəzərdə tutulmayıb ki, yəni mütləq ki, o uşaq nigah, yəni nigahda doğulmuş uşaq olsun, eyni zamanda nigahdan kənar da ola bilər uşaq olsun. Rəsmi nigah olmadan da. Əlbəttə ki, rəsmi nigah olmadan da. Ona görə də burada artıq boşanmanın olub-olmaması, yəni öz mənasını itirir. Təbii. Yəni bu uşaq əsas odur ki, ilk öncə yəni bu atalıq müəyyən olunsun ki, yəni təsdiqlənsin ki, qarşı tərəf bu uşağın atasıdır. Bəli. Ona görə də aliment, yəni sırf uşağın saxlanmasına görə ödənilir. Amma məhkəmə olmadan necə? Fərqi yoxdur. Yəni nigahın olub-olmamasından belə asılı olmayaraq uşağın saxlanması üçün yəni aliment indi əsasən bizdə necə xanımlar yəni aliment tələb eləyə bilər. Düzdür, qanunvericilikdə burada qeyd olunmur ki, mütləq ancaq xanımlar. Təbii. Yəni hər iki tərəfin, yəni uşaq kimdə qalırsa, əks tərəfdən aliment tələb eləyə bilər.